Bura Əhməddinin gözüdür. Deməli, dəyərli izləyicilər, ev sahibi deyir ki, təcili satmasaydım, bura biraz əl gəzdirərdim, ümumiyyətlə yəni satmaq fikrim olmasaydı, ya yaşayardım, ya da bura normalini qiymət qoyardım. Hal-hazırda qoyulan qiymət, yəni buranı tanıyan tanıyır, Əhməddinin gözüdür bura. Xətai rayonu Əhmədlidə Məhəmmədadi küçəsində. Əhmədli metrosundan hardasa 5 dəqiqəlik məsələn, indi gəzişlənəm. Neçə dəqiqəyə satarsan burada metroya? 3 dəqiqə. 3 dəqiqə. Bu sürətlə gedir də. 5 dəqiqə, lap 10 dəqiqəlik məsafədə. Evin giriş qapısıdır 100 kvadrat. Bax, ailə tərkibi çox olan ailələr üçün 2 ailəyə yararlı. Deməli, bura hamam sanuzel. Biraz qarışıqdır, eksperimental layihədir. Bura mətbəxdir. Mətbəxin burada bir eyvanı. Orijinal proyektdə bura açıq olur. İndi buranı bağlayıblar. Kim necə istəsə, yəqin ki, təmirdə bura əl gəzdirəcəklər. Sənət kupçadır. 9 mərtəbəli daş binanın 2-ci mərtəbəsində sizə 100 kvadratda 4 otaqdan ibarət mənzil çəkib təqdim edirəm. Əhmədlidə açıqlayacağım qiymətə belə bir mənzil yoxdur. Bilmirəm bu əşyalar qalır ya yox, amma köhnənin əşyaları da qəşəngdir. Fıstıq ağacı, qoz ağacı nədir? Hədə bunları xaricə gedir. Xaricə köç səbəbi ilə ev satılır. Deməli, giriş qapısı oradakılarla sizi tanış elədim. Deməli, burada bir dənə yataq otağı. İstilik sistemi mərkəzi istilik sistemidir. İşlək vəziyyətdədir. Hal-hazırda ev ot kimidir. Daş binadır. Deməli, Məhəmmədhadidə metronun hardasa 5 dəqiqəlik məsafəsində. Metro ilə McDonald's-la KTV-nin arasındadır. Yəni ki, buralığı tanıyan tanıyır. Deməli, tanımayanlar üçün də videosun əvvəldə seçmişəm, onu da sizə göstərmişəm. Artıq tanış olmuşsunuz. Burada da bir dənə eyvan sizi. Qiyməti açıqlayıram. Sizi çox intizarda saxlamaq istəmirəm. 100 kvadrat, bəlkə 100 kvadratdan da artıq da. Mənə gəlir ki, bu proyektlər hətta 104 kvadrat olmalıdır. 100 kvadrat, 207 min manata, sənət kupçadır, dövlət ipotekasına yararlı.